Valideynləri ən çox narahat edən məsələlərdən biri də övladlarının yalan danışmalarıdır. Deyirlər ki, axı biz ailədə yalan danışmamışıq. Bu uşaq yalanı kimdən öyrənib, hardan öyrənib? Baxın, uşağın yalan danışmasının müxtəlif səbəbləri var, çoxlu səbəbləri var. O səbəblərdən bir neçəsini sizin diqqətinizə çatdıracağam. Birinci səbəb uşaqların qorxudan yalan danışmalarıdır. Əgər uşaqlar doğrunu söyləsələr, valideynlər tərəfindən və yaxud müəllimlər tərəfindən cəzalanacaq deyə yalan danışırlar. İkinci bir səbəb uşaqların istəklərinə çatmaları üçün yalan danışmalarıdır. Əgər doğrunu söyləsələr, istəklərinə nail ola bilməyəcəklər deyə yalan danışırlar. Üçüncü bir səbəb danlanmaqlardan çəkinmələridir. Əgər uşaq doğrunu söyləsə, danlanacaq ya müəllim tərəfindən, ya valideyn tərəfindən. Ona görə yalan danışır ki, danlanmasın. Dördüncü səbəb valideynlərinin davranışlarını müşahidə edib onlara təqlid etmələridir. Əgər uşaq valideynlərinin bir-birinə və yaxud onlara yalan danışmalarını görürlərsə, müşahidə edirlərsə, o zaman yalan danışmaları onlardan öyrənirlər və təqlid etməyə başlayırlar. Beşinci səbəb məhəbbət və diqqət cəlb eləməkdən ötürü yalan danışırlar. Ki, yenə onlara diqqət olunsun, məhəbbət göstərilsin bu yolla. Altıncı səbəb həmyaşıdlarından təsirlənərək yalan danışırlar. Öz sinif yoldaşlarından, öz həmyaşıdlarından yalan danışmağı görürlər və təsirlənirlər, başlayırlar ailələrində, valideynlərinə yalan danışmağa. Əgər valideynlər bu səbəbləri aradan qaldırıb bilsələr, uşaqların yalan danışmaları da aradan qalxacaq inşallah.